Azərbaycanda həcc ziyarətinə səfər tarixlərinin açıqlanmasından sonra qiymət məsələsi müzakirə edilir. Belə ki, ziyarət paketinin qiyməti 10.115 manatdır. Bu isə birmənalı qarşılanmayıb və müxtəlif aspektlərdən tənqid edilir. İlahiyyatçı Tural İrfan Qlobal Info Aza açıqlamasında maddi imkanı yüksək olan, qazancının zəkatını, sədəqəsini verən, yaxını ac olmayan, halal qazanan müsəlmanın bu ibadəti yerinə yetirməsinin vacibliyini vurğulayıb. Stat: Həcc ziyarət deyil, ibadətdir. Bəzi insanlarsa şan, şöhrət, ad qazanmaq, imtiyaz sahibi olmaq üçün ora gedirlər. İbadət üçün həccə gedən çox azdır. Qiymətin baha olması Səudiyyə Ərəbistanının qərbin ideoloji dairələrinin təsirində olması ilə əlaqədardır. Həccə gedənlərin sayını ildən ilə azaltmaq, Ərəbistanı dünyəvi qaydalara keçirmək istəyirlər. Qərbin böyük ideoloji planı var. Kəbəni İordaniyaya köçürüb yerində ticarət mərkəzləri inşa etmək. Bunun üçün Kəbənin İordaniyanın Petra şəhərində olduğunu iddia edən Əhmədi Sülh və Nur dini adlı qondarma din də yaradıblar. Hətta bu ölkəmizdə də geniş yayılır. Statın sonu. İlahiyyatçının sözlərinə görə həcci ziyarət kimi təqdim edənlər onun turizm səfəri olduğunu demiş olurlar. Qiymətlərin bu formada olması soyğunçuluq və rüşvətxorluqdur. Heç Amerika Birləşmiş Ştatlarına səfər edib 10 gün qalan adamın bu qədər xərci çıxmır. Həcci artıq ibadət olmaqdan çıxarıb biznesə çeviriblər. İnsanlar bununla günahlarını yuduqlarını zənn edirlər. Amma əksinə daha böyük günaha batırlar. 10.000 manata elə yaxşılıqlar etmək olar ki, 1000 həcc savabından artıq saylar. Adamlar bunu yox, şöhrət və həcci adı istəyirlər. Allahın boynuna da atırlar ki, əmr edib. Bunun hamısı Allaha iftiradır. Qeyd edək ki, bu il həcc ziyarəti 25-30 may tarixlərində baş tutacaq.